Allah Təbaraka və Teala buyurur ki, və xuliqal insanu daifə. İnsan zəif xəlq olunub. İnsan zəif xəlq olunub. Bu ayədə zəif sözündə murad nədir? Yəni, zəif deyildikdə nə qəsd olunur? İnsan zəif xəlq olunub. Yəni, necə? Nədir burada murad? Nədir burada istək? Qəsd nədir zəif sözündə? Deməli, insan zəif xəlq olunub. Zəif sözündə bir neçə deyimlər var. Yəni, alimlər bu sözü bir neçə cür izah etmişlər. Lakin ən səhih olan, necə bunu Şeyxülislam İbn Teymiyyə rahiməhullah zikr edir, İbn Teymiyyə bu ayə haqqında danışarkən və xuliqal insanu daifə, insan zəif xəlq olunub. Bu ayəni zikr edərkən, bu ayə haqqında danışarkən buyurur ki, ənəhu daif an tərki şəhəvat. İnsan zəif xəlq olunub, yəni şəhvəti tərk etməkdə zəifdir. Yəni gücü çatmır, şəhvəti tərk etsin. Ümumən, Şeyxülislam İbn Teymiyyə rahiməhullah bu ayə haqqında bildirib ki, yəni kitablarına, yəni onun təfsirinə nəzər salanda xüsusən bu ayənin, Şeyxülislam rahiməhullah o rəydədir ki, burada zəif sözü ümumidir. İnsan zəif xəlq olunub deyildikdə, yəni Allah Təbaraka və Teala deyəndə ki, insan zəif xəlq olunub, bu zəif sözü ümumidir. Lakin bura ilk daxil olan şey şəhvəti tərk edə bilmir, zəifdir o mənada. Yəni, ilk bura daxil olan şey o məsələdir. Xüsusən də şəhvətün nisə, qadınların şəhvətini, qadınla bağlı olan şəhvət. Yəni, bunu tərk edə bilmir insan, zəif xəlq olunub. Yəni, Şeyxülislam İbn Teymiyyə rahimehullah bildirir ki, ayə ümumidir, lakin bura ilk daxil olan, yəni, əvvəlu zəlik, yəni ilk zəif sözünə daxil olan odur ki, dəifdir, insan zəifdir an tərki şəhəvat, şəhvəti tərk etməkdə, yəni şəhvəti tərk etməyə gücü çatmır, zəifdir, xüsusən də qadın şəhvətini. Və bu fayda idi və Allah Təbaraka və Teala istəyirəm ki, eşidənlər üçün faydalı etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.